Gürcüstan ilə NATO arasındakı münasibətlərin formalaşması ölkənin dövlət müstəqilliyini bərpa etməsindən 2 il sonra 1992-ci ildən başlayır. Bu, Gürcüstanın dərin siyasi, sosial və iqtisadi böhran yaşadığı, eləcə də ölkənin daxilində silahlı qarşıdurmaların davam etdiyi bir dövrə təsadüf edirdi. Məhz həmin dövrdə Gürcüstan NATO-nun Şimal Atlantik Əməkdaşlıq Şurasına qoşuldu. Bu qurum 1997-ci ildə Avro-Atlantik Tərəfdaşlıq Şurası ilə əvəz olundu. Bu addım Gürcüstanın siyasi dəyərlərə köklü şəkildə yenidən baxmağa başladığını göstərən ilk siyasi bəyanat idi. NATO ilə tərəfdaşlıq çərçivəsində Gürcüstanda müdafiə və təhlükəsizlik sahələrinin gücləndirilməsi və modernləşdirilməsi istiqamətində onlarla layihə və proqram başlanılıb və həyata keçirilib. NATO-nun mühüm təşəbbüslərindən biri də Saçxere Dağ Təlim Mərkəzinin yaradılmasıdır. Bu mərkəzdə hərbi təlimlər təşkil olunur və peşəkar kadrların hazırlanması həyata keçirilir. Mərkəz 2006-cı il avqustun 14-də təsis olunmuşdur və fəaliyyətinə başladığı gündən etibarən Gürcüstan Müdafiə Nazirliyinin tabeçiliyində müxtəlif təlim və hərbi təhsil proqramlarını həyata keçirir. Tədris proqramı Fransa Dağ Hazırlığı Mərkəzinin standart və tələblərinə uyğun şəkildə hazırlanmış və tətbiq olunmuşdur. 2010-cu ildə NATO Şimali Atlantika Şurası bəyannaməmə qəbul edərək Saçxere Dağ Təlim Məktəbinə NATO sülh naminə tərəfdaşlıq təlim və tədris mərkəzi statusunu vermişdir. Hibrid müharibə tədqiqatçısı David Zizişvilinin sözlərinə görə bu Gürcüstanda beynəlxalq standartlarla tədris edilmiş ilk təlim mərkəzi idi. Bu, Gürcüstanın NATO standartlarını qəbul etməsi və həmin standartların yaradılmasında iştirak etməsi üçün ilk imkan idi. Saçxere Təlim Mərkəzi NATO ilə birgə bir çox mühüm layihələrdə fəal iştirak etmişdir. Əslində, Gürcüstan regionda NATO üzv dövlətlərinin hərbi qulluqçularını ölkə daxilində yenidən hazırlamağa başlayan ilk dövlət olmuşdur. Bu, ölkəmiz üçün böyük bir dəstək idi. Orfala poligonunda təlimlərə və Saçxere Dağ Təlim Məktəbinə qədər əsas proqram sülh üçün tərəfdaşlıq idi. Gürcüstan Xarici İşlər Nazirliyi tərəfində yayımlanan məlumatlara əsasən 1994-cü ildə Gürcüstan yuxarıda qeyd olunan proqramın iştirakçısı olub. Mütəxəssislərin fikrincə bu ölkənin müdafiəsi üçün çox mühüm hadisə idi. Çünki o zaman Gürcüstanın xarici siyasətində əsas vəzifə Rusiyanın yaratdığı xarici təhlükəni balanslaşdırmaqdan ibarət idi. Bu proqram çərçivəsində alyansa üzv və tərəfdaş ölkələri arasında birgə hərbi təlimlər və qərargah səviyyəli komanda ştab təlimləri keçirildi. Bu proqram çərçivəsində həm hərbi, həm də mülki şəxslər NATO-nun tədris mərkəzində yenidən hazırlanmışdır. Bir çox Gürcüstan dövlət məmuru beynəlxalq konferanslarda və simpoziumlarda iştirak etmişdir. Bugün Gürcüstan müdafiə və təhlükəsizlik sektorunda ixtisaslı, təcrübəli və peşəkar kadrlarla təmin olunması məhz bu və oxşar proqramların nəticəsidir. NATO Gürcüstan tərəfdaşlığı zaman keçdikcə dərinləşmiş, Gürcüstan müdafiə qüvvələri hərbi təlimlərdə və missiyalarda iştirak etmiş, ölkəmiz samitlərdə və nazirlər səviyyəsində iştirak etmiş və öz növbəsində Şimali Atlantika Şurasının nümayəndələrini və yüksək rütbəli hərbi rəsmiləri qəbul etmişdir. Gürcüstan Siyasət İnstitutunun elmi işçisi Şotak Akabici bildirir ki, nəticədə ölkənin müdafiə qabiliyyəti artmışdır, çünki NATO ilə əməkdaşlıq ölkənin ərazilərinin mühafizəsi deməkdir. Elə kiçik ölkələr üçün, necə ki Gürcüstan, hansı ki hərbi resursları müəyyən obyektiv səbəblərdən məhduddur, həyati əhəmiyyət kəsb edir güclü tərəfdaş, hansı ki təmin edir ki, onun hava məkanları qoruna, əraziləri qoruna və s. Gürcüstan üçün NATO-nun strateji tərəfdaş olaraq seçilməsinin səbəbi nədir? Diplomatik və araşdırmacı Georgi Badridzenin sözlərinə görə Gürcüstan üçün digər keçmiş Sovet ölkələri kimi NATO müstəqilliyin möhkəmləndirilməsi və təhlükəsizliyin təmin edilməsi üçün yeganə mexanizmidir. Kiçik bir ölkə, hansı ki çətinliklə üzləşir, yanında böyük bir dövlət sənin müstəqilliyini tam şəkildə tanımır. Onun müstəqilliyinin qorunması və təhlükəsizliyinin təmin edilməsi üçün yeganə mexanizm beynəlxalq alyanslarla böyük bir dövlətlə əlaqə qurmaqdır.
Bu da sənin qonşu təcavüzkarının fəaliyyətlərini neytrallaşdırır və balanslaşdırır. İdeal halda o beynəlxalq təşkilatda üzvlük, hansı ki təhlükəsizliyinin və suverenliyinin qorunmasını təmin edir. İndi hardayıq və gələcəkdə necə inkişaf edəcək Gürcüstanın Şimali Atlantika Alyansı ilə münasibətləri, ölkədəki cari prosesləri nəzərə alaraq. Bunu Böyük Britaniyanın Gürcüstandakı səfiri Gareth Warddan soruşduq. Bizim Gürcüstan hökuməti ilə aydın müzakirəmiz olub ki, demokratiya, qanun, alilliyi və insan haqları NATO üçün əhəmiyyətlidir. Gürcüstanla iki tərəfli əlaqələr yalnız Avropa İttifaqı üçün deyil, həm də NATO üçün vacibdir. Həmçinin demək lazımdır ki, NATO'nun Gürcüstanla xüsusi proqramı var. Bu imkanların gücləndirilməsi üçün və biz istəyirik ki, bu davam etsin, amma istəyirik ki, bu maksimum dərəcədə effektiv olsun və təbii ki, belə bir təhlükəsizlik mühitində hansı ki, Avropada mövcuddur. Bu o deməkdir ki, hər kəs daha çox öz müdafiəsinə sərf etməlidir. Bu Böyük Britaniyaya, Almaniyaya, Gürcüstana da aiddir. Beləliklə, bu gələcəkdə görmək istədiyimiz şeydir ki, Gürcüstan hökuməti NATO istiqamətində islahatların həyata keçirilməsi öhdəlikliyi götürsün və yenidən Avropa təhlükəsizliyini qorumağa ehtiyac duyduğumuzu bilən ölkələr qrupunun bir hissəsi olmağa öhdəlik götürsün. რომლებმაც იციან, რომ ჩვენ გვჭირდება ევროპის უსაფრთხოების დაცვა.